Bəli, demək kənd, Vəng kənd ərazisi kimdir? Vüqar Hüseynova da dərin təşəkkür bildiririk, minnətdarım bildiririk, çox sağ ol deyirik. Eşq olsun dövlətimizə, eşq olsun dövlətimizi sevən insanlara. Sağ olun. Bax, birinci dağlar çək. Bu necə gözəl dağlardır. Əlbəttə ki, hər bir jurnalist demək elə olur ki, bəzən səfərdə edə bilir. Bax, o dağların qoynunda olan gözəl yerlərdən biri də biz hara gəlmişik? Bugünlər Vəngli kəndinə gəlmişik. Bu gözəl ev. Bəli, mən həqiqəti deyirəm. Bəli, əlbəttə ki, bizim bəzi insanlar var ki, yalandan qapını bağlayırlar. 30-100 nəfərdən qapını bağlayırlar, özləri olmurlar burada. Ola bilər də insanıq. 100-dən 2 dənəsi, 1 dənəsi də səhv edə bilər ki, həqiqətən orada adam olmaz. Onlardan biri də əmmimiz oğludur, bizim Kəlbəzərli. Və mən gəldim Vəngə, onun evində istədim gözəl bir dənə çəkiliş edib, özü xəbərsiz gəlmişəm. Gözəl saz aşığı ilə dövlətimizə təşəkkür edirik, cənab prezidentimizə ki, bax bu vətəndaşlara bu cür gözəl evlər verilir. 2 mərtəbəli bu cür evlər verilir. Gəl bura. Bəli, gözəl şəkildə gördüyünüz kimi 2 mərtəbəli evdir. Gəl bura, gəl bura. Mən səhv. Gəl bura. Mən səhv. Bu saz aşığımızdır. Bu da bizim əmmimiz oldu. Mən səhv. Dövlətimizə təşəkkür edirsən yoxsa yox? Hə, dövlətimizə minnətdaram. Allah. Gəl yaxına gəl, qoy səsi düşsün bu tərəf çək, evi çək. Buradan dur, buradan xanım. Hə, Allah dövlətimizin canını sağ eləsin. Allah prezidentimizə kömək olsun. İnşallah. Eşq olsun dövlətimizə. Eşq olsun dövlətimizə. Allah Azərbaycan ordusunu qorusun. İnşallah. Bir dənə saz aşır, bir dənə saz görək. Sən də gəl yavaş-yavaş buraların evi göstərək. Bayram çok mübarek. Allah birden sağ hayır versin. Çox sağ ol. Allah kömək. Gəl əmi, sən də sağ gəl bura. Görün necə gözəl evlər tikilir. Eşq olsun belə dövlətimizə, dövlətimizin gözəl məmurlarına, məzun şəxslərə və o cümlədən də cənab prezidentimizə. Allah şəhətlərimizə rəhmət eləsin. Amin. Bəli. Bu 2 mərtəbəli evdir. Amma yavaş-yavaş gəlsəm, sağ-sağa gəl. Bəli, 2 mərtəbəli evdir. Gör nə gözəl evlərdir. Bax, bura balkondur, seyvanda oturursan. Gəl bura. Bura gözəl şəkildə koridordur. Bura xunasıdır. Bura yataq otağıdır. Çəkmədən, çəkmədən. Sən burada otur, çəkmədən, bunu susmasın. Sən, tutmasın, ev çək, görə. Bura yataq otağı, çəkmədən, get ora. Gəl ora. Bax, gör nə gözəl evlərdir. Baxın. Bura da yataq otağıdır. Oy, bala, nətənsiz? Hoş gördük, necəsən? Ha? Sən necəsən? Yaxşısanmı? Allah saxlasın. Eşq olsun dövlətimizdə ki, bu cür uşaqları sevindirir, bu cür gözəl evlər verir. Sağ olsun. Bəli. Bəli. Baxın. Gözəl köşələrimiz də buradadır, balaca bala. Gəl bura, gör, elə gəl. Əkə bura, gör, kişisən, elin kişisən. Gəl bura, gəl bura. Gəlin çək, ay xanım, gəl. Gözəl şəkildə evdir, bəli. Eşq olsun. Burada qapı var ona, yoxsa? Hə, qapı var. Ha. Ora pozitiv şeydir. Əl damı kimidir. Keçirin 2-ci mərtəbəyə. Bir dəfə mən düşməyim. Ha. Gəl, keçirin yuxarı. Demək bura xunadır bura, elə mi? Yox, yox, yox. Bura hamamdır. Tamam orada. Gör, nə gör? Saray. Gəl. Bəli. Görün, buradan otursan, bütün dağlar qalır adamın ayağının altında. Görün də, eşq olsun. Bak bak bak. bak. Bəh, bəh, bəh. Görün. Buradan ne okumak olar benim. Bəli, oxu görün. Ya valanla bu yerlere dolaşın. Ben rehbetiz veren Allah'u senem. Sen bizim ellere yad olan da gel. Yad olan da gel, yad olan da gel. Dileğlere senden alan çiçeği. Yar güzellerden az olan da gel. Su gibi siyaset. Gel kadına alıyor. Olmay bayma. Eşq olsun yerlərimize. Eşq olsun dövlətimizə. Dövlətimizin qanunlarına, cənab prezidentimizə. Bu cür gözəl evlər verirlər. Get sən bizə. Eşk olsun. Eşq olsun.
ateşe götürme. Bak bak bak. Bəli. Eşq olsun. İzmir Magazin adı nədir? Murat müəllimə də təşəkkür bildiririk. Murat müəllim də bizə təşəkkür bildirdi ki, biz dövlətimizin hər zaman gözəl siyasətinin yanındayıq və bu kəndin polis işçilərinə də sağ ol deyirik, təşəkkür bildiririk. İcra nümayəndəsinə də sağ ol deyirik və sakinlərinə də sağ ol deyirik. Eşq olsun. Əmin fəqə. Bəli. Əgər düşəndə yerin olur ki, aş görək. Bura Allah qoysa mən özüm gəlib qalacam. Bax, bax. Bak ikinci mərtəbədir. Belə dövlətdən kimlər aldı ola bilər? Bak, gönder. Eşq olsun. Allah'ın havası yanına muhabbet. Sağ olun hepsine. Baxın. 2 mərtəbəli evdir qardaş. Hələ ikinci mərtəbəsində yaşayış yoxdur. Birinci mərtəbə o tərəfdə. Ha, eşq olsun. Və evin hər bir şey komis evinə qədər var. Baxın. Balkona baxın. Gözəlliyə baxın. Bəli. Allah'ım istəmirəm. Üstüne feyran keyfinin varlığı sahaya koymuşlar. Bak.